Salam salam həyatım. Herkese salam. Necəsiz? Videonun ilk başlamasından öncə məni tanımayanlar üçün mən Qərib Kərimov, həm yazıcı, həm də qrafik dizaynerim. Sen ol, onda saçımı düzəldin. Mənim gəliş səbəbim İncirli'də düşdüm, tələm-tələsirdən çıxmışdım, yatıb qalmışdım. Bugün ada turumuz var. Dünən mən video çəkdim, onu paylaşmadım. Dünən videoda deyirdim əslində. Sadəcə demədim. İndi gedirik. Böyük ada turuna çıxırıq, böyük adaya gedirik. Sadəcə şu an gedəcəyim yeri mən tapa bilmədim. Özgürlük meydanı. Özgürlük meydanına gedirik. Oradan Şəmsi ilə görüşəcəyik. Allah arzuma tekrardan kolaylık versin. Necə görünürəm? Az biraz kaşa görünürəm mən. Şimdi biz gitmeliyik. Metroya gidiş. Metroya. Uşaqlar neyse mən tapım çıxışı. Sonra görüşərik. Öptüm hamınızı. Bay bay. Uşaqlar gedəcəyimiz yer Özgürlük meydanı. Bir durak sonra Özgürlük meydanında düşür. Şəmsi dedi ki ən çox insanlar hansı istiqamətə gedirsə o tərəfdən çıx. Bu da tərəf ama Marmaray tərəfə gedir. Aşağıda çox adam var. Nəfəsi keçəcəm buradan bilmirəm. Aşağı çox adam var. Hardasan? Merhabalar. Biz geldik, biz görüştük. Video çekirik. Biz her zaman paylaşırıq videomuzu. YouTube'larda bizi izləyirlər. Salam dedim mən kanalındakılara. Salam de. Kimə istəyirsə salam deyin. Bəzi səbəblərə görə Şəmsi videoda olmayacaq. Yəni öz qərarıdır, öz seçimidir. Yəni olsa belə sadəcə susacaq videolarda. Yəni belə olduğu kimi tepkisiz halda olacaq. Yəni qısaca Şəmsi videoda çox görsənməyəcək. Mən çəkəcək, mən də ətrafı çəkəcəm. Kaş o da videolarda olardı. Yəni daha əyləncəli keçərdi. Ancaq bəzi səbəblərə görə artıq yəni uşaqlar biz mindik. Gedirik indi Üsküdar'a, Üsküdar'dan da Kadıköy'e, Kadıköy'dən də Böyük adaya. Şəmsi təsvir olsun ki, videoda görsənmək istənmir. Aşırı pis oldu. Videonun keçəndə çox əylənirik. Kaş o anları şahid ola bilsəz. Hadi bir eğlence. Mir, Allah düşürsən, ya. Aşırı geçəydi. Neyse. Kadıköy'de görüşərik. Uşaqlar biz satdıq. Keçən səhərki yerdəyik. Elə ki, Bəli. İndi hara gedirik? Bilmirəm. Bilmir. Ancaq çatdıq. Hələ göstərim ətrafı. Yəni çatmışıq. Yəni bir saatda, 2 saatda falan yəqin ki böyük adada olacaq. Uşaqlar biz gedirik. Gedirik qabaqda, düşməni dağda. Kadıköy'e, Kadıköy'den de Pramoy Böyük adaya. Uşaqlar, biz gecikdik adaya. Orada sağ olsun su satan oğlan dedi ki eğer başka yol da var adaya gitmenin yolu. Motorlu gəmilər. Deyir onlar büyük Pramoy ile Büyük adaya gedir. İndi gedirik qiymət soruşmağa. Oradan da alınsa gedirik Böyük adaya. Alınmasa da təsvir olsun. Uşaqlar, belə bir problem oldu.
saat elə bir 3:10-da çıxır. Ancaq 200 TL-dir. Ancaq dövlətinkinə minsəydik, biz toplam 50 TL verəcəydik, başqa işinə verməyəcəkdik. Saat 8-də də oradan qayıtmalıyıq ki, Şəmsi evə çata bilsin. Çünki metrobüsdən sonra yer olmur. Vaxt dayanır, yəni getmir, belə deyim. İndi gedirik şeyə, Böyük adaya, oradan tez gəzəcəyik, sonra çiməcəyik, təzən daha qayıdacağıq. Uşaqlar, biz hər də görüşürük. Şeydəyik, Hadiyəsin içindəyik insanlarla. Yəni, getməyə hazırlaşırıq. 15 dəqiqəmiz qaldı. Uşaqlar, biz gəmidəyik, gəmiyə mindik. Bir şey gedəcək. Böyük adaya. Mənzərə isə budur. Hi guys, təkrardan uşaqlar, biz hələ çatmamışıq. Haradaydı? Burqaz adası. 2 dənə qalıb, yoxsa üstdən şu mənzərəni göstərim sizə. Yəni, çox qəşəngdir, həqiqətən möhtəşəmdir. İndi biz Böyük adaya gedirik. 10-cu səfərdir ki, bunu təkrarlayıram. Böyük ada, Böyük ada, Böyük ada. 100 dəfə demişəm, Böyük adaya gedirik, Böyük adaya gedirik. Nəysə, uşaqlar, çox az qaldı çatmağımıza. Adaya çatanda artıq videomu başladacağım. Adaya çatanda videomu başladacağım. Özünüzə yaxşı baxın. Bay bay. Eləmə daha bunu. Bay bay. Uşaqlar, biz satdıq. Böyük ada. Çok şükür yarabbim. Tez-tez getməliyik. Ən axırıncı vapur ha vaxt çıxır, onu öyrənməliyik. Gedirik çimməyə. Uşaqlar, 21:45-də sondur. Ona görə 21:45-ə kimi biz 20:00-a kimi polunu gəzməliyik, sonra dala qayıtmalıyıq. İndi isə Migros axtarırıq. Uşaqlar, belə bir yerdir. Sırf Instagramda saat kulesini gördüm deyə bura gəlməyim. Sırf yəni bunun üçün gəlməyim. Uşaqlar, biz Migros'u tapdıq. Migros'u tapdıq. Quşlar. Uçan quşlar, söz qanat. Migros. Migros size iyi gelecek. Uşaqlar, yəqin ki video dayandıracaqlar, qoymazlar çox video çəkməyə. İndi marketdəyik. Burada çimməyə yer yox idi, yox imiş, onu öyrəndik. Yəni, aşırı pis oldum. Yəni, paltar falan gətirmişdim. Lütfen kartınızı post cihazından okutun. Uşaqlar, biz marketdən çıxdıq, indi gedirik çimməliyə, əgər tapa bilsək o da. Qoy belə durum. Şeyə gedəcəyik. Buradan da dönürük. Çimməlik tərəfə, tez-tez getməliyik, vaxtımız azdır. Merhabalar. Uşaqlar, çıxırıq. Kilisenin yanından keçirik şu an. Gedirik. Biraz çox istidir. Ancaq çox gözəldir. Yəni burada ev mən alaram. Həqiqətən ev alaram. Belə dənizə çatanda yəqin ki videonu başladarım.
da tapa bilsək, gedirik çünki hələ də. Ya benim Spotify'ım yok şu an kaçmak için ben... Bende var. Bende var. Ancaq mənə baxasınız. Bax beləcə gəzdirəm, siz də mənə baxacaqsınız. Karışa gidiyor. Uşaqlar sizə bir şey göstərəcəm. Bunu xatırladıq. Uşaq vaxtı tüpürcəkliyib dırnaq düzəldirdik. Kətdə oldu. Ümid edirik ki, az qaldı. Öldürəm. Uşaqlar, burada bir dənə fərqinə vardığım şey məsələn. Biri də buradan gedir. Biri qabaqdadır. Biri buradadır. Şu. Hələ dalda 3 dənəsi var. Kedi cənnətidir bura. Bildiyiniz kedi cənnəti. Şu da var. Kedi cənnətindəyik. Çox qəşəngdir. Cənnətdəyik. Ancaq çılpaqlar cənnətində. Çox qəşəng. Uşaqlar boş-boşuna gəldik. Bu arada belə bir şey aldım. Boş-boşuna gəldik. Çünki çimməyə yer yoxdur. Piknik alanıdır. Orada da çimsən cəzadır. Yəni cəza ödəyirsən. Yəni belə. Birazdan da kofe falan içəcəyik. da oldu. Məhrəbə gətirək. Hə, paltar, məhrəba, tuman, hər şey. Nəysə, gedirəm mən. Yəqin ki, kofe falan içərik. Oradan elə promoy hər öz yerinə. Burada belə bir şey yazsa. Flaşa gedən ilik. Deyə. Ümid edirik ki, yəni pulla deyil. Yəni, baha olsa pis oldu. Baha olsa pis oldu. Yəni buna da 200 TL verdim. İçim yanır. 15 manat. Hansı günümə və yaxdan qız bir dənə çips alıram, pulum yoxdur. Uşaqlar təəssüflər olsun ki, çox adam var idi. Hamı çox pis idi, hamı iç-içəydi. Həm də cənnət olduğu üçün bu vücuddan əsla girə bilməzdim mən. Pis deyildi, yəni girmək istəsən girərdin, ancaq bizlik deyildi. Biz de tənhalı yerdə axtarırıq. Abi niye bizi tenha yollardan götürüyorsun? Neyse. Gerek koy falan şey. Biz yine eyni yol artıq 4-cü zəfərdə qalxırıq. Tekrar düşürük, tekrar qalxırıq. Təəssüf olsun ki, bu ada turumuz. Əslində ada turu etdik. Sadəcə çimə bilmədik. Yəni bu qədər. Bu da hər dəfə yadımdan çıxır. Hamı deyir mən yüzümə elə baxır. Qısaca fail oldu. Fail. Çünki gedirik indi Kadıköy'ə kahve içməyə. Videoda orada davam edəcəyik Kadıköy'də. Yəni belə özünüzə yaxşı baxın. Bu ada turu burada bitdi. Qalan isə Kadıköy'də davam edəcək. Mən videoyu yeni başlaması məcburiyyətində qaldım. Senin kafanı sikeyim. Ha. Uşaqlar sözü hani. Uşaqlar, mən videoyu yenidən başlamaq məcburiyyətində qaldım. Çünki bir dənə də plaj var. Orada insan az olsa bu səfər həqiqətən gedəcəm. Utanma falan
Əsla vecimə deyil. Çünki mən ölürəm, çimməli. Deniz seviyesinden bayağı yukarı çıkmış ve nitezen yine düşürüyor aşağıda. Yenə düşürük. Yəni belə də bir yoldur. Denize bu yolumuz da aşağıdadır. Ümid edirəm ki, bu səfər çimməyə bir yer taparıq. Ən diblərdə, künclərdə. Çimərlikdə videonu təzədən başlayacaq. Uşaqlar, bir dənə bir şey yoxlayacağıq. Bəyək ki, plaja oxşayır bura. Ümid edirəm ki, ora deyil. Şəmsə dalda qaldı ki, get bax, gəl. Oradır, cami burada. Uşaqlar, yenə alınmadı. Uşaqlar, mən videonu yeni başlatmalı oldum. Bir dənə şey danışım. Azərbaycan... Qabaqdan Azərbaycanlılar gedir. Mən də yüksək səslə dedim ki, Azərbaycandan canımı səsi qutarmışam, hara gedirəm Azərbaycanlıdır. Neysə, bunu eşitdirdim. Getdim şeyə, xalanın yanına. Salam. Dedi ki, şey dedi. Bizə Şəmsə də deyir ki, söyüş söymə, bunlar Azərbaycanlıdır. Mən də yol boyu keçin, lak yanından düşmüşəm söyüşə. Aslında Qardaş dedim ki, nəysə, sevməyək. Birdən xala yanımızda keçən bir az gecən laxdır ama. Bəyəndə çox pis mənə gülməyə tutdu. Şu an belə gülməli deyil. Yəni bilirəm, ancaq orada olsaydı çox gülməli idi. Çox gülməli idi. Nəysə, yenə sağ olun, Kadıköy'də görüşərik. Uşaqlar, Stepi axır küclərdə bildim, nəysə. Belə bir yer tapdım. Mənzərəsi şu an bu. Çox qəşəngdir. 2 saat bir yer gözləyirik ki, biri dursun, biz oturaq. Kadıköy'ə gedəsi olmadıq, elə dedik burada oturaq, elə videonun da bitirişini burada eləyək. Yəni biraz kofe falan içib, sonra da bitiriş eləyəcəyik. Yəni bir də mənzərəni yeni təzən göstərim. Neyse, kofiler falan gelsin, videomu başlatacağım. Artıq bununla davam edəcəm, çünki səsim aşırı yüksək çıxır. Külək aşırı yüksək səs çıxarırdığı üçün video çox pis olur. Mənim kofem gəldi. Kahvem belə deyim, hər nəysə. Ey yaz doğma dilində danışmağa ar bilən. Videonu burada məcburən sonlandırmaq qərarına gəldim, çünki şey oldu, alınmadı. Əgər həqiqətən dənizdə çimə bilsəydik, çox yaxşı olacaqdı, ancaq təəssüf olsun ki, çimə bilmədik və sırf bunun üçün gəlmişdim mən adaya, çimmək üçün. Bu arada Böyükada abardıldığı qədər wow bir yer deyil, daha gözəl yerlər də bilirəm. Ancaq Böyükadanın Böyükada olduğu üçün videonu belə popülər bir yerdə edilməsin. Allah belamı versinlər. Mən Allah belamı versin. Fakirliyin son dərəcəsi. Telefonumu mənzərəni görsəz, ürəyiniz ağrıyar mənə. Neyse, özünüzə yaxşı baxın. Hamınızı sevirəm. Videoya yorum, komment yazmağı, abunə olmağı və like atmağı unutmayınız. Ümid edirəm ki, videoda eğləndiniz. Biraz Türkiyənin fərqli yerlərini gördünüz. Getmədiyiniz yerləri gördünüz. Neyse, bu qədər. Video bu qədər idi. Özünüzə yaxşı baxın. Yani wow bir yer değildi. Neyse, ben kofemin dadını çıxarım. Siz də nə bilim, elimdə söyləyin. Diğer videolarıma falan var. Bay bay. Ümid edirəm ki, video xoşunuza gəldi. Özünüzə yaxşı baxın tekrardan. Yəni